Tövləsinə gəlib girmək istəyəndə ayı, bu da qışqırıb ki, qaçsın deyə elə bir şapalağı dəyib. Arvad göydə uçub, bir ay yatdı xəstəxanada. Əziz Şəki Media izləyiciləri, hazırda Qaxın Sarıbaş kəndindəyik. Dağlarla əhatələnmiş bu kənd dəniz səviyyəsindən təxminən 1800 metr yüksəklikdə yerləşir. Əldə etdiyimiz məlumatlara görə burada 6 ailə yaşayır və biz bu füsunkar gözəlliyi sizlərə təqdim edirik. Sarıbaş kəndi dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerləşir. Turizm bir kənddir, çox gözəl təbiəti var. Ceyranı, cüyünlü meşələri var, həm də qoruq sahəsində milli park elan olundu bura. Turist sayımız olduqca çoxdur, məsələn. Qışı da gəlirlər, yazı da gəlirlər, yazı lap çox gəlirlər. Gözəl adət-ənənəmiz var, gözəl tariximiz var, gözəl məscidimiz var. Yəni, hər şeyi gözəldir. Sadəcə bir əhali sayı azlığıdır. O da yazda çox oluruq, qışda azalırıq belə. 3 versiya var Sarıbaş kəndi haqqında. Birinci versiya güya ki, İlsudan baxanda həqiqətən də elə görünür. Sarı çiçək görərsən burada, kənd görməzsən. Sarıbaş onunki, yəni sarıdır deyə. İkinci versiya var ki, sarıqlı başlı sərkərdələr yaşayıb burada. Elə bir ki, döyüş vaxtları ona görə. Amma üçüncü versiyası ən gözəl odur ki, biz Oğuz türklərindənik. Sarıbaş da sarı tərəf deməkdir, başda baş. Baş tərəf. Martdan sonra qar əriməyə başlayanda sel təhlükəsi olur. Təbiətlə də təbiət eləyə bilmirik. Oradan gələn orada durur çayın qırağında, burada gələn burada durur çayın qırağında. Temperatur qışda 25 dərəcə olur mənfi. Mənfi 25 dərəcə. Amma bir şey dedim, o mənfi 25 dərəcədə sən qolu gödək futbolka ilə gəzə bilərsən. Qurudur çünki hava. Hal-hazırda kənddə 2 dənə bir felçermama məntəqəsi fəaliyyət göstərir, bir metrologiya var, şöbəsi 5 işçisi var, bir də mədəniyyət fəaliyyət göstərir, oranın da 5 işçisi var. Bizim üstdə bir ev var idi, siz gələndə gördünüz, bir xanım burada yaşır. Onu bax, keçən il ayı tutmuşdu. Ayı tutmuşdu deyəndə, tövləsinə gəlib girmək istəyəndə ayı, bu da qışqırıb ki, qaçsın deyə elə bir şapalağı dəyib. Arvad göydə uçub, bir ay yatdı xəstəxanada. Gəzməli yerlərimiz lap çoxdur. Bax, o tərəfdə 3 tökülən şəlalə var. Atlarla tur təşkil edirik. Çanaxır gölü var. O Çanaxır gölünə tur təşkil edirik. Dağıstanla həmsərhəddə Murana gölü var. Ora turlarla təşkil edirik. Çox gözəl. Özü o qədər qədim kənddir ki, hər dağın, hər daşın adına uyğun da rəvayətləri var. Hal-hazırda kənddə 6 ailə var. Ancaq yazda çox olur. Yazda fermerlər də gəlir, çoban, qonaq-qonaça. Amma o ki, qaldı qış mövsümündə payız, qoyun quzuda aşağılara gedəndə, qonaq-qonaça da gedəndə pasiyanı yaşayan